Ağdam şəhərindəki 4-cü yaşayış məhəlləsi Köhnə Musəvi küçəsi Seyidli kəndinin şəhərə yaxın hissəsində yerləşir. 14 hektar ərazisi var. Burada 47 yaşayış binası tikilir. 4450 nəfərin yaşayacağı 1080 mənzil olacaq burada. Baş plana görə 4-cü məhəllə ilə 2-ci məhəllə üzbəüz yerləşir. Və elə görkəmcə də 4-cü məhəllənin binaları 2-ci məhəllənin binalarına bənzəyir. Fasadı, pəncərələri, mərtəbə sayı, fasadın rəngi. 4-cü məhəllənin ilkin fazasına da sakinlərin köçü bu ilin sonuna dək mümkün olacaq. Bir vətəndaş kimi, işçi kimi Ağdam şəhərinin bərpa olunmasında iştirak edirik. Birinci dəfə bura gələndə biz burada ancaq quru torpaqlar idi. Amma bugün isə artıq binalarımız qalxır, işlər gözə görünür. 4-cü faza 2025-ci ilin aprel ayından gəlmişik. Görünən bu binaların bünövrələrini qazmışıq. Amma bu günləri artıq bu binalarımız da gördüyümüz işlər aydın açıq görünür. Belə ki, binalarımız 9-cu məhəllə, 10-cu məhəllə 5, 6, 7 mərtəbəli olaraq inşa edilmişdir. Birinci mərtəbələr hamısı qeyri-yaşayış sahəsidir. Zirzəmi isə avtomobillərin parklanma yeri üçün nəzərdə tutulmuşdur. Bugünə kimi biz bu sahədə, məhəllədə dəmir beton işləri, hörgü işləri, suvaq işləri tam görülüb, başa çatdırılmışdır. Hazırda mənzillərdə kafel metlaq işləri, döşəmə işləri, santexnik, elektrik işləri quraşdırılır. Xarici qapı pəncərələr quraşdırılmışdır. İndi isə biz axır binaların bəzək tamamlama işləri ilə məşğuluq. Binalardan da göründüyü kimi binaların fasadları suvanır və boyaya hazırlanır. İşlərimiz belə gedərsə, inşallah ilin sonuna qədər çalışacağıq ki, biz tikdiyimiz binaları tam yaxşı keyfiyyətlə sakinlərinə təhvil verək. Fərq varmı sizin binalarla 2-ci məhəllənin binalarında? Məsələn, tikilişində? Bizim faza ilə 2-ci faza arasında binaların yerləşməsində, xarici görünüşündə və mənzillərin də kvadratında fərqlər var. Bizim tikdiyimiz 4-cü fazada əsasən 2 otaqlı, 3 otaqlı, 4 otaqlılardır. Bunlar demək olar ki, eyni layihə əsasındadır. Aralarındakı fərq çox azdır. Deməli, 2 otaqlılarımız 64 kvadrat, 3 otaqlılarımız 83 kvadrat, 4 otaqlarımız isə 104 kvadrata yaxındır.